Müəllif Sevdasız aylar. 6-cı hissə. Əziz dinləyicilər, əgər mütaliəmiz könlünüzə oxşayırsa, zəhmət olmasa abunə olun ki, başqa dinləyicilərimiz də mütaliələrimizi dinləyə bilsinlər. Sevda. Universitetin qapısından girəndə hər şey gözlərimə tanış göründü. Qəribsəmişdim. Elə bil uzaq səfərdən qayıdıb doğma yurda gəlirdim. Vestibüldə mərmər sütunların arasında birinci qarşıma çıxan rəhlə oldu. O harasa tələsirdi. Qoltuğunda bir dəstə qəzet vardı. Sevdacan, salam, deyə qolunu boynuma saldı. Tabanlarını qaldırıb üzümdən öpdü. Mən 5 dəqiqə kitabxanaya dəyib qayıdıram. Gözdəyməsin, qəşəngsən. Qız yel kimi ötüb tələbələrin arasında itdi. Mən 3-cü mərtəbəyə qalxdım. Dərs otağımızın qabağına getdim. Asifdən başqa uşaqlarımızın hamısı burada idi. Qızğın mübahisə edirdilər. Qarabala əl-qolunu ölçə-ölçə ucadan danışırdı. Sevda gəlir, deyə birdən o məni görcək təəccübləndi. Bu səsə hamı günə baxan kimi geri çevrildi. Onlara yaxınlaşdım. Salam, salam, salam. Bir-bir qızlarla qucaqlaşdım. Oğlanlarla əl tutdum. Valihin, Vaqifin üzünə dik baxmağa cəsarət eləmədim. Güya yanlarında mən təqsirkaram. Amma evdən çıxanda ayrı cür fikirləşmişdim. Görüşəndə onlara xüsusi diqqət yetirəcəkdim. Gözlərindən ürəklərini oxuyub qırmızı məktubun müəllifini tapacaqdım. Mən deyən olmadı. Ay qız, xəstəlikdən 2 gün gec dura bilmirdin. Axı mən sabah sənə dəyməyə ayrı cür gələcəkdim. Bilirsinizmi, hələ stipendiya almamışam, əlim aşağıdır. Bunu Nadir dedi. Əlbəttə zarafatla. Hərdən yeri düşəndə mən də ondan sataşırdım. Sən stipendiyanı al, təzdən xəstələmək mənim boynuma. Uşaqlar gülüşdülər. Sonra qayğıkeşliklə Vasif soruşdu. Necəsən Sevda? Lap yaxşısan da? Üzümü qızlara tutub könülsüz cavab verdim. Çox sağ ol, yaxşıyam. Özüm hiss elədim ki, qızardım. Sanki qəsdən onun dalınca da Qarabala dilləndi. Dünə mən evinizə zəng çalmışdım. Anan dedi, bağa getmisəm. Ehmalca başımı tərpətdim. Dərsin vaxtına az qalmışdı. Gözüm elə o yan bu yanda idi. Asif axtarırdım. Qarabala əlində bir neçə ümumi dəftər tutmuşdu. Üstəkinin cildinə səliqə ilə ad familini yazılmışdı. Ötəri baxdım. Nə bilim, bu qırmızı məktubdakı xəttə oxşuyurdu da, oxşamırdı da. Valih nə üçünsə çəkilib kənarda dayanmışdı. Bizim söhbətimizə qarışmırdı. Elə bil ona acıqlanmışdılar. Bəlkə də rəhlənin töhmət almasına görə peşman idi. Bugün Valih tünd göy rəngli kremplin kostyum geyinmişdi. Pencəyinin döş cibindən ağ yaylığının ucunu çıxarmışdı. Uzaqdan dovşan qulağına oxşayırdı. Zəng vurulanda dəhlizin o başından Asifin tələsik gəldiyini gördüm. Özümü itirdim. Tez dərs otağına keçib yerimdə əyləşmək istəyirdim ki, Qarabala mənə yana aldı. Sevda, onları yanında oturum. Şübhələndim. Xeyr, olmaz, dedim. Axı sənin gəlməyə günlərdə burada əyləşirdim. İndi ki gəlmişəm. Qarabalanın nitqi kəsildi. Köş peşman uzaqlaşdı. Deyəsən elə məktub yazan da bu idi. Asif böyrümdən ötəndə bir dayaq saxladı. Salamlaşıb keyfimi xəbər aldı. Sevda, həmişə ayaq üstə, necəsən? Dodaqlarım titrədi. Sən soruşanı yaxşıyam. Ürəyimdə dedim, öküz. Asifi də belə yola saldım. Heç özümdə deyildim. Məktub məni çaşdırmışdı. Kiminlə necə rəftar edəcəyimi bilmirdim. Şübhəsiz hansı bir qurununsa oduna necə yaşda yanırdı. O gün məşğələləri başa vuracaq universitetdən hamıdan qabaq çıxdım. Evə gəlib otağıma qapandım. Qeyri-ixtiyari olaraq kitablarımı vərəqlədim. Ancaq özüm də bilmirdim onların arasında nə axtarıram. Yoxsa həmin naməlum V-dən ikinci bir məktub gözləyirdim. Müəllif. Bir aydan artıq idi ki, Sevdanın qəlbindən fərəh, gözlərindən sevinç, dodaqlarından gülüş yoxalmışdı. Əvəzində qıza həyəcan, narahatlıq və kədər verilmişdi.
4 yol ayrıcında çaşıb qalmış zavallı bilmirdi mehrini kimə salsın. İndi V onun təsəvvüründə vüsalın deyil, vahimənin baş hərfinə çevrilmişdi. Valehi, Vaqifi, Vahidi görəndə qorxulu hisslər keçirirdi. Məhəbbətin beləsi heç kəsə nəsib olmasın. Sevdanın hələ birinci günündən meyli Asifdə idi. Neyləsin ki, o sözünü demədən çəkilib qıraqda durmuşdu. Evdə ata-anası, universitetdə müəllimləri, rəhlə, qızdakı dəyişikliyin səbəbini dönə-dönə soruşmuşdularsa da sirrini açmağa ürək eləməmişdi. Axı bu işdə ona kimin köməyi deyə bilərdi? Asifi rəhmə gətirmək, əvvəlki mehribanlığını özünə qaytarmaq onlardan nasıl idi? Yaxud 3 oğlandan hansının Sevdaya məktub yazdığını necə öyrənəcəkdilər? Ailə məsələdən xəbərdar olacaqdı. Bəlkə bir yerin ağrıyır qızım, deyə anası axırıncı dəfə canı yananlıqla xəbər alanda Sevda qəflətən qəhərlənmişdi. Uşaq kimi göz yaşı axıdıb hönkürmədimi? Hıçqırıq içərisində boğulmadımı? İki əlli sifətini qapıyıb barmaqları arasından baxaraq özünə yad, titrək bir səslə qırıq-qırıq dilləndi. Heç yerim ağrımır, ana. Xahiş edirəm, bir də məndən bu barədə soruşma. Arvad dediyinə peşman oldu. Sevda ilk sevginin gəlişi ilə həyatında daha xoş anların başlanğıcını düşünməkdə yanılmışdı. Daha bilmirdi onun əzab-əziyyət dolu narahat günləri, yuxusuz gecələri vardı. Və ürək nə qədər zərif da olsa, bu istirablara dözməlidir. Məhəbbət. O yalnız insanlar üçün yaranmışdır. Sevda hələ heç kimə könül verməmişdən məhəbbətin acılıqlarını dadırdı. Fikirləşirdi. Niyə axı bu bəlalı sevgi mən yazığın bəxtinə düşsün? Qrupumuzdakı qızlar sanki bir-birinin acığını gündən-günə gözəlləşdiyi halda nə üçün məktub mənim ünvanıma yazılsın? Lakin fikirləşmirdi ki, məhəbbət qarşısı alınmaz labüd gerçəklikdir. Ondan yaxa kənara çəkmək çətindir. Ləyaqətini hər şeydən üstün tutan Sevda son vaxtlar iradəsi ilə çarpışırdı. Asifdəki etnasızlığı, soyuqluluğu duyduqca istəyirdi ki, onu unutsun, adını bir dəfəlik ürəyindən silib atsın. Qət eləmişdi, münasibətini tamam dəyişəcəkdi. Universitetdə təkəbbürlü gəzib dolanacaqdı. Adım başı Asifə samamazlıq göstərəcəkdi. Bu hərgah onun öz qəlbini incitsə də qərarından dönməyəcəkdi. Mən iradəmi cilovlamağı bacarmayan qızlardan deyiləm. Elələrini həmişə rişxəndlə gülmüşəm. Əgər o Asifdirsə, mən də Sevdayam, deyə incə qəlbinə sığışmayan bir qəddarlığa hazırlaşırdı. Sevda. Yenə oktyabr bayramı idi. Axşam qardaşım Malik arvad uşağı ilə bizə gəlmişdi. Anam toyuq plov pişirmişdi. Xörəyimizi yeyib qurtarmışdıq. Atamla Malik bir-iki qədəh konyak da içmişdilər. Şəhərdə atəşfəşanlıq başlayanda uşaqlar səskü ilə eyvana cumdular. Gecə qardaşım getmək istədi. Anam etiraz etdi. Yıxılın yatın, sabah dənizə çıxıram. Barı doyunca söhbətləşək. Bir də ay yarımdan sonra qayıdacağam. Malik razılaşdı. Səhər onsuz da iş günü deyildi. Mən atamı görməyə həsrətəm. Həmişə uzun səfərdə olur. Onun üçün də gələndə yanından çəkilmirəm. İndi Maliklə nərdə oynayırdılar. Böyründə oturub tamaşa edirdim. Ancaq xəyalım başqa yerdə idi. Keçən ilin bu axşamı Asifdən təbrik teleqramı almışdım. Mənə bəxtəfərlik, xoşbəxtlik arzulamışdı. İndi isə elə bil nə o vardı, nə də mən. Ertəsi gün anam çay süfrəsi açmışdı. Stolun ətrafında dövrə vurub oturmuşduq. Hərdən atam evdə olanda mən samavara od salıram, kişi bundan xüsusi zövq alır. Vallah konyak bunun yanında yalandı, deyə atam armudu stəkanını qaldırıb, dodaqlarını marçıldada çayı tərifləyirdi. Rəngi, tamı, ətri hamısı əladır. Bir balaca keyfləndirməyə də olsaydı heç misli yoxdur. Malik stəkanını nəlbəkiyə böyür üstə qoymuşdu. Demək istəmirdi. Ancaq atamın 3 mərtəbə tərifindən sonra mən ona yanaşdım. Asif, qoy bir nə süzüm sənin üçün, dedim. Dedim və tutuldum. Qardaşım heyrətləndi. Anam təəccüblə mənə sarı döndü. Yaxşı ki, atam heç nə sezmədi. Malik gözlərini bərəldib qəzəblə üzümə baxdı.
mən haçandan Asif olmuşam, yoxsa özümdən xəbərsiz mənə təzə ad qoymusunuz? Arvadı da məsələdən duyuq düşmüşdü. Onun ətəyini çəkdi. Yaxşı da, böyük qəbahət eləmədi ki. Qardaşım qazdan ayıqdı. Bayramdan 4 gün ötmüşdü. Poçt qutusundan qəzetləri çıxaranda yerə ağ bir zərf düşdü. Qaldırıb baxınca üstündəki xətt mənə tanış gəldi. Zənnimdə yanılmamışdım, ondan idi. Dər divar başıma hərləndi. Bir anlığa özümü itirdim. Həm gözlənilməz şad xəbərdən sevinən kimi oldum, həm də üz vermiş qəfil fəlakətdən qorxan kimi. Otağıma çəkildim. Arxadan qapını örtdüm. Görün nə yazıb? Beynimə sürətlə müxtəlif fikirlər keçdi. Asif məni barışmağa çağırır, Asif məndən nifrət eləyir, Asif məndən üzr istəyir. Zərfi açmağa əlim gəlmirdi. Yaxşı ki, evdə tək idim. Nə hala düşdüyümü heç kəs görməyəcəkdi. Of, bu nə həyəcanlı dəqiqələrdir mən yaşayırdım. Demək hələ unutmamışdı. Asiflə ürəyimdə toplanan kimi kudurətim qurtardı. Yerinə sevgi, məhəbbət doldu. Mən zərfi bərk-bərk sinəmə sıxıb gözlərimi yumdum. Xəyalımda onu gördüm. Təsəvvürümdə onunla danışdım. Məktubu oxuyandan sonra qollarım sustalıb yanıma düşdü. Yazmışdı. Sevdi xanım, salam. Bayramını təbrik etməkdə gecikdiyimə görə üzr istəyirəm. Dünyanın ən bəxtəvər adamları yenicə sevilənlərdir. Onların hər günü təntənəli bir bayramdır. Sən də belələrindənsən, Sevda. Qibtəyə layiq bir xoşbəxt gəncliyinin bütün günlərini təbrik edirəm. Hörmətlə Asif. Kövrəldim, gözlərim doldu. Yalqız otaqda Asiflə danışırmış kimi ucadan dedim. İnsafın olsun, axı mən yazıq kimi sevirəm.